Salam uşaqlar, bugünkü OTK sınavının izahını verək. Sualda deyilir ki, 2 müstəvi 60 dərəcəli bucaq altında kəsişir. Onun üzərində götürülmüş A nöqtəsindən. Gəlin bir də bu A nöqtəsi götürək. Bura qədər məsafəni verib, belə bir perpendikulyar çəkməliyəm ondan. Və burada belə bir üçbucaq alınır. Belə bir üçbucaq alınır. Məsafə dediyi üçün bura 6-dır. Buranı verib mənə 60 dərəcə. Məndən nə istəyir? Məndən baxın bu AO-nu istəyir. A nöqtəsindən müstəvilərin kəsişmə xəttinə qədər. 60-ın qarşısındakı 6-dırsa, onda digəri belə olmalıydı da. 60-ın qarşısındakı x kök 3 bölü 2 idi axı. X kök 3 bölü 2 idi. Bu da eləyirdisə 6. Onda cavabımız elə çıxır 4 kök 3. 15% 60 olan ədədi tapın. Çox asandır. 400-dür bu ədəd. A çoxluğun elementləri 2 rəqəmli cüt ədədlərdir. A-nın elementlərini yazıram. 10, 12, bitəcək harada 98-dən. Aha. B çoxluğun elementləri isə 6-ya bölünən 2 rəqəmli cüt ədədlər. B-nin elementləri onda olacaq. 12, 18 və sonuncu da olacaq 96. Gəlin baxaq. O halda nə edəcəyik? Deməli, mən tapmalıyam ki, bu iki ədədin arasında neçə 6-ya bölünən ədəd var. 96-dan çıxacam 12-ni, böləcəm 6-ya, üzərinə gələcəm 1. Bu da eləyəcək 15 dənə ədəd. Deməli, uşaqlar, bu cüt ədədlərin arasında zaten həmin 15 ədəd var. Çünki 6-ya bölünən ədədlərdə cütdür deyə kəsişmə x-in ortaqlarını verəcək. Digər sualım belədir. Radiusu 5 cm olan kürənin səthinin sahəsini tapın. Kürə səthinin sahəsi üçün düstur. S bərabərdir 4 pi r kvadratı idi. Yəni 4 vurulsun, pi vurulsun, radiusun 5-in kvadratı. Bu da nə eləyəcək? 100 pi. Sonra 35 nömrəli sualda x-i ortaq çıxarsaq, birincidən içəridə qalacaq nə? 2x üzərinə gəlsin y bərabərdir 2 və aşağıda da 2x üzərinə gəl y bərabərdir 1 verib. Deməli, bu ifadənin qiymətini bizə 1 verib. Onda x vurulsun 1 bərabərdir 2-dir. Onda x-imin özü 2-dir. X-im 2-dirsə, məndən x-y hasilini istəyir axı. Onda 2 vurulsun 2 üzərinə gəl y bərabərdir 1-dir. Y-im oldu -3. X-in hasili istədiyinə görə 2 vur -3 cavab olacaq -6. Sonra da deyir ki, verilən bərabərsizliyi ödəyən natural ədədlərin cəmini tapın. Çox asan. Vuraq açaq 4x çıxılsın 6. 3x çıxılsın 2. X olanlar bir yana, olmayanlar digər yana. -2 üzərinə gəlsin 6. X kiçikdir 4-dən. Kiçikdir bərabərdir 4-dən. Naturallar 1, 2, 3, 4 dənə. Məndən bunların cəmini istəyir. Bunların cəmi eləyəcək 10. B variantı. Keçək növbəti suala. Növbəti sualda deyilir ki, ABC üçbucağında AD tənböləndir. AB-nin AC-yə nisbəti 2/3-dür. Onda bura 2K-dır, bura 3K-dır. BD-ni də 6 verib. BD 6-dırsa, bu isə də bir x-dir. Çox sadə. 2K-nın 6-ya nisbəti 3K-nın x-a nisbətidir. K-lar getdi, bunlar getdi. Burada 3 qaldı. X-in də çarpaz vurmadan çıxacaq 9C variantı. Keçək növbəti suala. Növbəti sual belədir. X kvadratı minus x minus 2 bölünsün. Məxrəci vuruqlara ayırıb x çıx 2, x üzərinə gəlsin 2 şəklində yazıram. Surətdə də x ortaq çıxardıram, qalır x üzərinə gəlsin 2. Məxrəci yenə də vuruqlara ayırıram, x çıx 1, x üzərinə gəl 1 şəklində yazıram. Mən elə bu hissəni də vuruqlara ayıracam. Viyet teoremindən köklərini tapmaq asandır. Hasilləri -2-dir, cəmləri -1-dirsə, o zaman nə olacaq? Hasillər -2, cəmlər -1. Onda x1 olacaq. X1 olacaq 2, x2 olacaq -1. Onda belə olacaq. X çıx 2, x üzərinə gəlinsin 1 şəklində. Çox bəsit. O halda ixtisarlarımızı aparaq. Getdi. Qaldı x bölünsün, x çıxılsın 1. Yəni cavab C variantı. Verilən tənliyi həll eləmək üçün mən burada kosinus x-ə bir t əvəzləməsi eləyəcəm. Onda t kvadrat üzərinə gəlsin 2, t üzərinə gəlsin 1 bərabərdir 0. Heç əslində ehtiyac da yoxdur. Bu t üzərinə gəl 1-in kvadratıdır, yəni bərabərdir 0-a.
Onda belə çıxır ki, kosinus x üzərinə gəlsin 1 bərabərdir 0-dır. Yəni kosinus x bərabərdir -1-ə. Bizim kosinus x-imiz -1-i nə zaman alırdı? Kosinus x-imiz -1-i alırdı. Deməli 180 dərəcədə. 180 dərəcədə. Yəni cavabımız pi kosinus x-in -1 aldığını necə görürəm? X oxun üzərində 1 alırsan, fırlanıb gəlib burada -1 alır. Bir dənə 180 dərəcə və təzədən dövrlərdə 2 pi qat. Cavab A variantı bu şəkildə. Keçək növbəti sualımıza. Növbəti sualımızda nə deyilir? 6,4 üzərinə gəl 0,4 ifadəsini sadələşdirir. Uşaqların klassik səhvi 0,8 üstə gəl 0,2. Xeyr, belə deyil. Onun üçün nə edəcəm? Bunun üçün yazıram. 64 bölünsün 10. Üzərinə gəlməsin 4 bölünsün 10. Bundan çıxır 8 bölünsün kök 10. Bundan da çıxır 2 bölünsün kök 10. Onda bunları toplayanda kök 10'da 10. Bu da elə mənə verir kök 10 D variantı. Sonra deyilir ki, sonsuz azalan həndəs silsilədə S15'i verib mənə. S15 verib. Deməli, sonsuz azalan həndəs silsilənin hədləri cəmi 15'dir. Düstur necə idi? S bərabər idi. B1 bölünsün 1 çıxılsın 2. Düzdürmü? 1 çıxılsın 2. Çox sadə. O halda nə edəcəm? Deməli, 15'i vurmalıyam 3'də 1'ə. Bu da eləyəcək nə? 5. Məndən B1'i istəyir. Daha doğrusu 1 çıxılsın 2 yox. 2 çıxılsın 1. 2 çıxılsın 1. Bu da səhv elədim. 2 çıxılsın 1. Aha, bitdi getdi. 15 bərabərdir. B1 bölünsün 2 çıx 1. 3'də 1'dən 1'i çıxanda nə eləyir? 3'də 1'dən 1'i çıx. Bu arada elə 1 çıxılsın 2'dir. Sadəcə mən hesablama səhv eləmişim. 1 çıxılsın 2'dir. Hesablama səhv eləmişim. B1 bölünsün. Bu olacaq 3'də 2. Bu da nə eləyəcək? 10. Başqa cavabım çıxdı 10. Qədər asan. Bunların hasilini istəyir. Nə bilim, çox asan, çox sadə, primitiv, bəsit, nə bilim, nə deyək, hamısından olar burada. 5 çıx i, 3 üzərinə gəlsin i. Çarpaz vursam nə idi? Bunların vurulma qaydası necə idi? 5 vur 3, 15. Üzərinə gəlsin 5i minus 3i minus i kvadratı. Bu mənə zaten -1 verir deyə. 15'in üzərinə -1 elədi 16. 5i'dən də 3i'ni çıxanda 2i. 16 üstə gəl 2i. Cavabımız A variantı. Başlayaq 43 nömrəli sualın izahına. 43 nömrəli sualda yazaq. Biz sinus 60'ın qiymətini bilirik. Sinus 60 dərəcədə kök 3 bölü 2'dir. Kosinus 30 dərəcədə kök 3 bölü 2'dir. Tangens 60 dərəcədə sinus 60'ın kosinus 60'a olan qiymətlər nisbətidir. Yəni kök 3'dür. Kotangens isə 30 dərəcədə kök 3'dür. Onda aydın məsələdir ki, surətdə yaranır sadəcə kök 3, məxrəcdə də 2 dənə kök 3. İxtisarlar gedir, cavab qalır 2'də 1. C variantı. Keçək növbəti sualımıza. Deyir ki, BD parçası ABC3 bucağının ABC3 bucağının CM parçası isə BCD3 bucağının medianıdır. 3 bucağın ümumi sahəsi 180'dir. Ümumi sahəsi 180 isə bura 90'dır. Burada ümumilikdə 90'dır. Amma bir məsələ var ki, bu özü də median olduğu üçün bura 2K'dır, bura K'dır. Onda median sahələri necə bölürdü? Öz nisbətinə uyğun. 90 isə bura 60'dır, bura 30'dur. Bitdi getdi. Məndən də MBC-ni istəyirdi. Cavab 60. Asan. Sonra bu sualda bu qaydadan istifadə etməliydik. Birbaşa düstur bilirdik də. Onda bu ikisi nasili mən loqaritma 2'dən 15. Loqaritma 15'dən 8. Bu da belə vuranda loqaritma 2'dən 8. Bu da eləyir 3. Cavabım oldu 3. Bu suala baxaq. Bu sualda nə deyilir? 2 üstündə x kvadratı çıx 5x. 1 bölü 64 deyilmi? Bunu da mən 1 bölünsün 2 üstündə 6 yazıram. Bu da 2 üstündə -6'dır. Onda x kvadrat çıx 5x'in özü bərabərdir -6'ya. Onda x kvadrat çıx 5x üzərinə gəl 6 bərabərdir 0. Onda x'imiz nə olacaq? X'imizin 1'i olacaq 2, 1 də olacaq 3.
böyük kökü istəyir məndən. Onda cavabım olacaq elə 3. Bu qədər sadə. 210 ədədinin sadə vuruqlarının cəmini istəyirsə, mən 210-u sadə vuruqlara ayıracam. 2, 105, 3, 35, 5, 7, 7, 1. Düz ayırdım mı? Bəli, düz ayırdım. Məndən bunların cəmini istəyir 17. Keçək növbətiyə. Növbətidə nə deyilir? Oxşarlıqdır. Çox asandır uşaqlar. Onun 2-yə nisbəti 5 verir. Deməli, bura 5-dirsə, avtomatik bura nə qədər olmalıdır? Hələ bir görək oxşarlığı bizə necə verib. Aha. Aydın məsələdir. Onda bu nisbət 5 verirsə, bunu da bura 5 verməlidir. Onda bura 25-dir, burada 30-dur. Məndən bunun perimetrini istəyirdi, 65. Keçək 49 nömrəli sualın izahına. 49 nömrəli sual biraz maraqlı sualdır. Uşaqlara həmişə mən bildirirəm ki, bax, burada belə dəxlisiz bucaqlar verəndə, buradan bura belə bir paralel çəkin. Paralel çəkin. Bura 80 dərəcədirsə, bura 50 dərəcədirsə, avtomatik burada nə qədərdir? 50 dərəcədir. Burada bir paralelogram yaratmağa çalışıram. AB-yə paralel çəkdim. Bura 4-dürsə, onda burada 4-dür. Nə qədər qaldı? 50, 50, 100. Onda aydın məsələdir ki, bura 130 dərəcədir. Onda burada nə qədərdir? 130 dərəcədir. Burada 50 dərəcədir. 50-dirsə, onda burada nə qədərdir? 50 dərəcədir. Onda CD-miz 7-dirsə, bu üçbucaq bərabər yanlıdır, burada 7-dir. AD-nin uzunluğu 11-dir. Uzunluğu 11-dir. Yaxşı sualdır. Bu asan sual sayılır, amma çətin sual sayılmır, amma hər kəsin ağlına gəlir. Qutuda 4 sarı, 3 qara, 5 yaşıl qələm var. Təsadüfən seçilən 2 qələmin eyni rəngli olması hadisəsinin ehtimalı. Neçə qələm seçirəm? 2 qələm. Yazıram ona görə də kombinezon. Ümumi hallar neçə dənədir? Deməli 4, 3, 7, kombinezon 12-dən 2. 2 qələmin ikisinin də eyni rəngdə olmasını istəyirəm. Birinci variant, kombinezon 4-dən 2 və ya kombinezon 3-dən 2 və ya kombinezon 5-dən 2. Yəni, hər ikisi eyni olmalıdır. Bunu hesablayacağım. Kombinezon 4-dən 2-ni hesablasam, 4 faktorial bölünsün, 2 faktorial vurulsun, 2 faktorial. 3-dən 2 zaten 3 verir. 5-dən 2-ni hesablayaq, 5 faktorial bölünsün, 2 faktorial vurulsun, 3 faktorial. 12-dən 2-ni də 12 faktorial bölünsün, 2 faktorial vurulsun, 10 faktorial. Bunu hesablasaq, alınacaq 4 vurulsun, 3 vurulsun, 2 faktorial. Bölünsün, 2 vur, 2 faktorial. Üzərinə gəlsin, 3, 5 vurulsun, 4 vurulsun, 3 faktorial. Bölünsün, 2 vurulsun, 1 vurulsun, 3 faktorial. Bölünsün, 12-ni də 12 vur, 11 vur, 10 faktorial. Bölünsün, 2 vurulsun, 1 vurulsun, 10 faktorial şəklində yaza bilərəm. Aydın məsələdir ki, buradan 2 faktoriallar getdi, buradan bu getdi, 2 qaldı. Buradan bunlar getdi, buradan bu getdi, 2 qaldı, bunlar getdi, bu getdi, 6 qaldı. Sadə. Onda 2 vur 3 nə elədi? 6. Üzərinə gəlsin 3. 5 vur 2 nə elədi? 10. Məxrəcdə də nə qalır? 6 vur 11, yəni 66. Bu da ümumən nə eləyir? 66-da 19 ehtimalla hesablama səhv eləməmişəmsə, ümumi cavab 66-da 19 çıxmalıdır. Aha. Çənin 8-də 5 hissəsi su ilə doludur. Çəndəki suyun 5-də 1 hissəsini işlədirəm. Sonra çəndə 8-də 80 litr su qalır. Çəndə bir x litr su var. 6-da 5 hissəsi, 6-da 5 x doludur. Bunun da 5-də 1-ni işlədirəm. Bunun da 5-də 1 ilə 6-da 1 eləyir. 6-da 1x. Geriyə qalır nə qədər? 6-da 4x işləməyəm. Və bu da eləyir 80. Çox sadə. 1, 20. X-i də vursam. 20-ni də vursam 6-ya elədi 80. Yox, 120. Bu da elədi 120. Bitdi, getdi. Çən neçə litr sudur? 120 litr. Sonra bu üç bucağa baxaq. Oturacağın diagonalı AC 4 kök 3'dür.
yan tili AS 4'dür. Bura 4 kök 3'dürsə, bu 2 kök 3, bu 2 kök 3 şəklində bölünəcək. Düzgün dörtbucaqlı deyirsə, onda aydın məsələdir ki, bunun oturacağındakı kvadratdır. Məndən bunun həcmini istəyir. Onda bunun tərəfi 2 kök 3, 2 kök 3 nə qədər elədi? Çox asandır. Sahəni tapmaq üçün, diagonalın oturacaq olduğu üçün, baxın, bura 4'dürsə, bura 2 kök 3'dürsə, mən əvvəlcə bir OS-nin özünü tapmalıyam. Bunun üçün mən bir Pifagor teoremi yazıram. Pifagor teoremi yazanda bilirəm ki, bura 2'dir. Hardan bilirəm? Buranın 60 olduğunu görürəm 2 kök 3'dən. Onda burada 30 dərəcədir. OS-ni tapdım 2. Bu lap yaxşı. Bu qalsın cibimdə. İndi mənə geriyə nə lazımdır? Mən diagonal var məndə. Diagonalın kvadratını 2'yə böləndə mən nəyi almalıydım? Diagonalın kvadratını 2'yə böləndə mən sahəni almalıydım. Yəni 2 kök 3'ün, daha doğrusu 4 kök 3'ün kvadratını bölürəm 2'yə. Alıram nə? Sahəni. Bu da nə eləyir? 48 böl 2. Yəni 24. Həcmi də tapanda 24'ü 2'yə vurmalıyım. Bu da eləyəcək 48. Yəni bu 2'yə də S oturacaq vur H düsturundan. Cavab 48. Deyir, durğun sudakı 50 km saat olan motorlu qayığın axın ilə 3 saata getdiyi yol. Axın ilə gedirsə, 50'nin üstünə müəyyən bir V gəlməliyəm. Və bu yolu neçəyə gedir? 3 saata. Axına qarşı 4 saata gedir. Deməli 4 vurulsun. 50'dən də V-ni çıxmalıyam. Saata. 150 üzərinə gəlsin 3V. 200 çıxılsın 4V. Bu da nə eləyəcək? Bu da nə eləyəcək? 4 saata getdiyi yoldan deyir 8 kilometr azdır. Yəni mən bundan 8'i çıxsam, ondan sonra nəyi alacağım? Həmin yolu almış olacağım. Bunu həll edirəm. 3V üzərinə gəlsin 4V. 200 çıxılsın 8 çıxılsın 150. Bu da nə eləyəcək? Bu da nə eləyəcək? 42. Onda 7V'miz 42'dirsə, onda V'miz nə qədərdir? 6'dır. Çayın axma sürəti 6. Baxırıq 54 nömrəli suala. 54 nömrəli sualda bizə S-ni verib 5. Deməli belə çıxır ki, bunun x-i 0 olanda y-i 5'dir. Onda gəlin təpə nöqtəsi ilə veriləndə bunun verilmə üsullarından biri də x minus n-in kvadratı üzərinə gəl n idi. Yəni y bərabərdir a vurulsun. Məndən f4 istəyir. X minus n-in yerinə nə qoyacam? M-imiz budur, n-imiz də budur. X minus 1'in kvadratı üzərinə gəlsin 4. Aha, gəlin bundan istifadə eləyək. A-nı tapmaq üçün bizə a lazımdır. 5 bərabərdir. A vurulsun. 0 çıx 1'in kvadratı üzərinə gəl 4. Yəni 5'dən 4 çıxanda 1 qalır. Elə a-mız çıxır 1. A-mız 1'dirsə deməli bu funksiya bu şəkildədir. 1 vurulsun, x çıxılsın. Nə? 1'in x çıxılsın 1'in kvadratı üzərinə gəlinsin 4. Bitdi getdi. Məndən də elə bunun özü nədir? F4'ü istəyirsə lap asan aparaq qoyaq yerinə. F4 bərabərdir 4 çıxılsın 1'in kvadratı üzərinə gəl 4. Nə eləyir? 9 üstü gəl 4, 13. Cavabımız çıxdı 13. Bu da bu şəkildə. Keçək növbəti. Növbətdə deyilir. A nöqtəsindən qarşılıqlı uşaqlar qarşılıqlı perpendikulyardırsa, ümumiyyətlə yadda saxlayın. Bu diametrə söykənən bucaqdır. Diametri. Onda bura 12'dir. Bura 16'dır. Pifagor teoremindən bura 20'dir. Onda bunun radiusu 10'dur. Yəni bunun yarısı. Çünki xarici şəkildən çevrənin mərkəzi gedib düşürdü hipotenuzun düz ortasına. Məndən çevrənin uzunluğunu istəyir. 2 vurulsun. Pi vurulsun 10. 20 pi. Bu da mənim